Təbiidir ki, insanlar cəmiyyət varlığını davam etdirmək üçün dünən və bugün olduğu kimi gələcəkdə də mal və xidmətləri istehlak edəcəklər. Aydındır ki, mal və xidmətlərin istehlak olunması üçün bunların istehsalı, daşınması və ticarəti lazımdır. Bu o deməkdir ki, nə qədər ki cəmiyyət, insanlar var, başda istehsal, daşıma və ticarət olmaqla biznes fəaliyyətləri və bu fəaliyyətləri həyata keçirən biznes qurumları olacaq və varlığını sonsuza qədər davam etdirəcəklər. Müasir dövrün iqtisad sistemi bazar prinsiplərinə əsaslanır və buna görə də bazar iqtisadiyyatı adlanır. Bəzi istisnalar olmaqla birlikdə demək olar ki, bütün dünyada məhz inkişafın bazar iqtisadiyyatı modeli mənimsənmişdir. Bazar iqtisadiyyatı müəyyən prinsip və qanun uyğunluqlara sahibdir. Bunlardan biri və bəlkə də birincisi rəqabətdir. Bəli, bugün biznes vahidləri həcmindən, fəaliyyət sahəsindən, hüquqi formasından asılı olmayaraq rəqabət mühitində fəaliyyət göstərirlər. Hətta bu rəqabət şəraiti o qədər ciddi xarakter almışdır ki, onu bəzən amansız rəqabət kimi də ifadə edirlər. Belə bir şəraitdə biznes vahidlərinin nəinki uğur qazanmaları, ümumiyyətlə həyatda qalmaları və fəaliyyətlərini davam etdirmələri rəqabət qabiliyyətinə, başqa sözlə, rəqabət edə bilmə güclərinə bağlıdır. Bu yalnız və yalnız biznesin təşkil və idarə edilməsi üzrə müasir tələblərə uyğun yetişmiş ixtisaslı kadrların işə cəlb edilməsi ilə mümkündür. Ali təhsil müəssisələrində biznesin idarə edilməsi üzrə kadr hazırlığının başlanması və hazırki şəraitdə uğurla bunun davam etdirilməsinin əsas səbəbi də məhz mövcud olan bu tələb, bu ehtiyacdır. Qısacası, biznesin idarə edilməsi ixtisası müasir dövrün tələblərinə uyğun olaraq biznesin səmərəli, məhsuldar və mənfəətli həm təşkil olunması, həm də idarə edilməsinin əsas prinsip, metod və vasitələrini öyrədir.